Salam aleyküm, hörmətli xanımlar və cənablar. Biz bugün Tədəqoğudun 2 milyon məzunları olaraq yığışmışıq və öz ürək sözlərimizi sizə çatdırmaq üçün kameranı uzadıram. Fuad İbrahimova, buyurun Fuad bəy. Salam əzizlərim, dostlarımız, qardaşlarımız. Biz 2010 məzunları çox yerləri fəth eləmişik. İstər İtaliya, Almaniya, Roma olsun, Milan olsun, Ankara, İstanbul, bütün bu ölkələr Almaniya. Bəli, Almaniya. Azad da oradadır. Gürcüstanda olub, Tiflisdə TOEFL imtahanı. Günəşlidə də fəth olmuş. Amma ki, indi kampaniya 3-dən yaxın insan, mən, Azad, bir də Elnur gəlmişik Londonu görək. Bu dəqiqə London ayda-ayıq gördüyünüz kimi. Yəni, bu Londonun gözü deməkdir. Yəni, qozu yox, yəni, gözü. 2 dənə söz arasında böyük daşıyır. Mənim istəyim odur ki, həmişə bir olaq, həmişə məhkəban olaq, yerdən fərqli olmayaraq, ölkədən, kontinentdən fərqli olmayaraq. Kameranı da verirəm Azada, Azadın da birincisi sizə söz var. Mən də Fuadla, Elnurun dediyi bütün söhbətlərə qoşuluram. Mən bir söz demədin sən. Yox, mən giriş edərəm. Giriş məsələn, axırda deyilsin. Mən uşaq. Onda mən Fuadın dediyi söhbətlərə qoşuluram. Yəni, Tədəqoğud uşaqları olaraq hər zaman liseydə olsun, İngiltərədə olsun, İtaliyada olsun, fərqi yoxdur, hər yerdə birik. Və Fuad, başqa sözün var qoşulmalı. Başqa sözüm odur ki, Fəthullah abinin sözündən çıxmaya. Fəthullah abi niyə söhbəti qatdı səni? Nəqəniz də olsa fundamenti var da bizdə. Nəsə, getirim qardaşıma verirəm bu kameranı. Ona qədər bilirsə, Londonu göstərək, yəni ki, biləsiz ki, fake zat deyil, yəni. Buyur Elnur müəllim, sözü verirəm sənə. Deməli, bura London şəhəridir. Fuadın da göstərdiyi kimi, bura böyük memarlıq abidəsidir. Və mən bura bildiyiniz kimi, yəni bilənlər bilir, bilməyənlər də yəni bilsinlər ki, mənim uşağım yəni bu şəhərdə keçibdir. Nənəm burada əslən ingilis adı Elizavetadır. O çağırmışdı məni bu gün bura. Ancaq mən yəni ona belə qırdım onu, yəni gəldim uşaqlar. Yaxşı söhbətlərə baxmalı. Gec-tez öləcəyəm uşaqlar əbədi. Yəni ki, uşaqlar yəni qardaşlardır, yəni həmişə onların. Bir də biraz axırda işləyirsə şəhəri belə. Yaxşı da görürsən ki, bu söhbət edir burada. Yəni ki, burada Temza çayıdır. Gördüyünüz kimi, yəni, zibil günündədir, yəni, gələn-gedən kanalizasiya axıdırlar bura, yəni, pis gündədir, Temzada. Zəiflik, böhran, bunlar sözünü göstərir. ASTV material çoxdur. ASTV gəlib burada böyük geniş bir rəportaj hazırlaya bilər, çünki İngiltərə iqtisadiyyatı çəkmək üzrədir və ümidini bağlayıb və məhz bu şeylərə... Pis şeyləri bağlayaq, keçək söhbətlərə. Yəni, yaxşı keçək qəşəng söhbətlərə. Deməli, bura Big Ben-dir. Big Ben o abidənin adı deyil, Big Ben orada bir saatın adıdır. Yəni, əziyyət seçib bu boyda saat 2-lər, İngilizlər, ancaq yəni, gördüyünüz kimi 4 saatlıq geri göstərir. Saat hal-hazırda 1-ə qalxdı 5 dəqiqə, ancaq əslində saat 5-ə qalxdı 5 dəqiqə. Bəli, gördüyünüz saatınızı da yoxlasaydınız bu dəqiqə, elədir. Sən misiniz saatınızı açın, baxın, ancaq bu dəqiqə yəni ki, saatınız bilmirsiniz ki, yəni video nə vaxt qeydə alınmışdır. Yəni, bu da videonun bir keyfiyyətsizliyidir. Yəni ki, arxamızda da çox böyük abidələr var, yəni mən onları göstərmək Gördüyünüz kimi, orada başqa insanlar da var, onları da göstərək, yəni turistlər, müxtəlif ölkələrdən. Yəni, kapsulumuz bu dəqiqə turist qadıyır. Bəli. 3 dənə yerli insanlıqlardan turisti var, İngilizcə var, fransızı var. Elnur, bir dənə söz var, uzun sözün qısası, qutar görək nə rəngdədir, yəni. Nəsə, uzun sözün qısası, hamını bağırma qardaşının belə üstünlük nəsə. Yəni, biz qurtarmamışam. Yəni, gün olsun, biz növbəti videomuzu Şuşada Qarabağda, Xanşənlidə və daha böyük kampaniyada. Bəzi uşaqlar var, burada at çəkməyəcəm. Biz yəni Qarabağda yığılma olaraq, burada gənclərlər var. Bir də ki, fürsətdən istifadə edib rəhbəriyyətə şirkətimizi edirik. Bizi bura göndərdiklərinə görə. Oldu. Bu düz Azərbaycan standartlarına uyğun bir video oldu. Rəşid, eşitsəmə, Rəşid. Öpürəm hamınızı, barınıza basıram. Gələn görüşlər.